Bugünkü dersimizin mevzusu indeks funksiyasıdır. Əksər hallarda bu funksiya başqa funksiyalarla bir yerdə istifadə olunur. Gələn dərslərdə bundan sonra 2 dərsdə olacaq bu mövzuya. Biz bu barədə danışacağıq. Yəni indeks funksiyasını poisk, pause, yəni match funksiyası ilə bir yerdə çox vaxt istifadə edirlər. Sonra sum funksiyası ilə bir yerdə çox istifadə edirlər. Bunları gələn dərslərdə keçəcəyik. Bugünkü dərsdə isə konkret indeks funksiyasının istifadəsindən danışacağıq. Gəliz bu funksiya haqqında bir iki kəlmə söz deyim. Bizdə görürsünüz belə bir cədvəl var Excel proqramında və kursoru bu xanaya yerləşdirmişəm. B5 xanası. Bu nə deməkdir? Yəni burada olan məlumat 5 sütunun və 5-ci sətrin kəsişməsində yerləşir. Bax, indeks funksiyası da massivdən yaxud cədvəldən həmin məlumatı götürməyə imkan verir. Yəni sütun və sətrin kəsişdiyi yerdən məlumatı götürməyə imkan verir. Gəl indi hazırladığım misallar baxaq və hər şey daha aydın olacaq sizə. 3 dənə misal hazırlamışam. Bu birinci misal. Barda bu fırından gətirdik bura. Sonra ki, belə bir cədvəldir, belə bir massivdir, ölkədir və ölkələrin adlarıdır. Və burada deyək ki, Azərbaycan ölkəsini buradan çıxardıb burada yerləşdirmək istəyirik. İndeks funksiyasının köməyi ilə. Yığırıq bərabərdir indeks götürdük, keçirik funksiyaya və fikir veririz burada. 2 variant var. Birinci iki misalda birinci variantı istifadə edəcəyim. Üçüncü misalda isə ikinci variant. Keçirik funksiyaya. Belə bir cədvəl açılır. Seçirik birinci variantı. Və belə bir cədvəl açılır. Funksiyanın arqumentləri. Birinci xanada, yəni massiv xanasında biz məlumat mənbəsini göstərir. Yəni massivi göstəririk, cədvəli göstəririk. Belə də demək olar, belə də demək olar. Massiv də demək olar, cədvəl də demək olar. Yəni buranı. Yəni məlumatı buradan götürürük. B3, B8, B3, B8-dən. İkinci xanada sətrin nömrəsini soruşur. Bizdə fikir verir burada, qaldığımız yerdə görürüz. 1, 2, Azərbaycanı seçirsə bu ikinci sətirdir. Ölkəni də burada seçsəydik, onda üçüncü olacaqdı. İkinci variantda ölkəni də götürəcəyim. Məlumat mənbəsi kimi. Burada indi belə seçmişik olacaq 1, 2, yəni ikinci sətir. Və burada fikir veririz. Sütunun nömrəsini istəyirsiniz. Amma ki görürsünüz burada yağlı yazılardır. Burada isə yox. Bu demək ki, bunu göstərsəz də olar, göstərməsəz də olar. Hal-hazırda bizdə cəmi bir sütun var. Sistem başa düşür ki, məlumatı birinci sütundan götürəcəksiniz. Artıq nəticədə var. Ona görə göstərməsəz də olar. Bir də yaza bilərsiniz, yazmaya da bilərsiniz. Okey. İndi keçək bura. Burada həmin əməliyyatı yerinə yetiririk. Amma ölkəni də göstərəcəyik. Məlumat mənbəsi kimi. Bərabərdir. İndeks massivi artıq belə seçirik və belə seçəndə onda sətrin nömrəsi 3 olacaq. 1, 2, 3, yəni Azərbaycanı seçiriksə 3, görürüz Azərbaycan gəldi. Sütun nömrəsini göstərə bilərsiniz. Tutalım ki 1, amma gəlin deyirəm, göstərməsəz də olur. Çünki sistem başa düşür ki, cəmi bir dənə sütun var massivdə. Okey. Görsəlik ki, halda Azərbaycanı buradan seçdik. İndi keçək ikinci misala və misal biraz ağırlaşır. Artıq bizdə burada görürsünüz 2 sütun var, yəni massivdə 2 sütun var. Ölkə və onun paytaxtları. Buradan
əvvəlcə ölkəni seçəcəyik, deyək ki, Gürcüstanı. Sonra isə onun paytaxtını seçəcəyik, deyək ki, Tiflisi. Keçirik bura. Yenə çağırırıq indeks funksiyasını. Keçirik bura. Massiv. Massiv olanda artıq, yəni deyirəm, başlıqla da göstərə bilərsiniz, başlıqsız da göstərə bilərsiniz. Belə göstərək. Bu yüzden massiv oldu. Sətrin nömrəsi 1, 2, 3. Əgər bizə Gürcüstan lazımdırsa, göstərir 3. Artıq burada fikir veririz. Sistem sizə nəticəni göstərmir. Çünki başa düşmür. Hansı nəticəni göstərməlidir? Massivdə 2 dənə sütun var. Ona görə mütləq sütunu göstərmək lazım. Bizə Gürcüstan lazımdır. Yəni birinci sütun. Göstərir birinci sütunu. Və fikir verir, Gürcüstan gəldi. İndi həmin üsulla, ikinci sütunla Gürcüstanın paytaxtını seçirik, Tiflisi. Keçirik bura, bərabərdir, indeks. Massiv seçdik. Sətrin nömrəsi 1, 2, 3. Əgər başlıqla seçsəz, onda 4 olacaq. 3. Və sütun nömrəsi. Artıq bizdə birinci sütun yox, ikinci sütun lazım. Çünki bizə Tiflis şəhəri lazımdır. 2. Və Tiflis şəhəri görsəndə burada. 2. Tiflis şəhəri. İndi üçüncü misala baxaq. Artıq bizdə 3 sütun var. Üstə gəl, 3 dənə də ayrı-ayrılıqda olan cədvəllər var. Yəni sahələr var, belə deyək. Tutalım ki, buradan biz Latviyanın paytaxtı Riga şəhərində olan turistlərin sayını göstərmək istəyirik. Deyək ki, 24.000 burada görsənsin. Nə edirik? Yenə də çağırırıq indeks funksiyasını. Və artıq burada birinci variant yox, ikinci variantı seçirik. Nəyə görə ikinci variantı seçirik? Burada fikir veririz. Birinci variant görürsünüz, massivi göstərmək olar, yəni massivi göstəririk. Sətrin nömrəsini göstərmək olar, sətrin nömrələrini göstəririk. Və sütun nömrəsini göstərmək olar. Amma bizdə burada sahələr də var, görürsünüz. 3 dənə ayrı-ayrılıqda cədvəl var. Bunu burada göstərmək mümkündür. Görürsünüz, amma burada var. Ona görə ikinci variantı seçirik. Okey. Birinci xanada ссылка qrafasında, yəni istinad. Deyək ki, hansı məlumatlar əsasında seçim olacaq. Göstəriz birinci sahəni. Sonra nöqtə vergül, ikinci sahəni, nöqtə vergül, üçüncü sahəni. Keçirik ikinci xanaya və fikir veririz. Sistem mənim heç nə seçə bilmir və deyir ki, məlumat səhvdir. Bu səhvi göstərir. Göstərirsiniz sətrin nömrəsini. Bizə lazımdır Latviya Riga 1, 2, 3, 4. 4-cü sətr. Sütunun nömrəsi 1, 2, 3. Sütunların nömrəsini sayanda bütün massivlərin sütunları yox, konkret massivin sütunu lazımdır. Yəni burada 1, 2, 3. Göstərir 3. Sistem yenə də bu məlumatı saxlayır. Yəni başa düşmür nə etmək lazımdır. Və burada üçüncü cədvəli göstərmək lazım. Üçüncü sahəni göstərmək. Çünki Latviya Riga 24.000 üçüncü sahədə yerləşir. Yığırıq 3. Və fikir verirsiniz, səhv getmir. Çünki sistem hələ də başa düşmür. Burada belə eləmək lazımdır. Burada açılan bir dənə mötərizə qoyursunuz. Burada da bağlayırsınız. Yəni diapazonları bir yerə yığırsınız. Burada fikir verir, diapazonlar bir yerə yığırsınız. O saat nəticə çıxdı 24.000. Əgər buradan yazıdan çıxsa, salam ki, belə yığdınız. Bura fikir vermədiniz və OK düyməsini bastınız. Və görürsünüz, sistem sizə deyir ki, səhvdir. Burada düzəliş edirsiniz, gəlirsiniz
qabağa. Burada bir də mötərizə qoyursunuz. Və gəlirsiniz bura. Diapazonlar tutanda bir dənə də mötərizə qoyursunuz. Mötərizə haqqında bir dənə nüans deyim sizə. Fikir verin mötərizələrə. Nə qədər mötərizə açılıbsa, o qədər də mötərizə bağlamalısınız. Görürsünüz 2 dənə açmışıq. 2 dənə də bağlamışıq. Özə fikir verirsiniz. Mütləq mötərizə açılan və bağlanan mötərizələrin rəngləri eyni olacaq. Burada görürsünüz qırmızı qırmızıdır. Burada görürsünüz qara qaradır. Əgər tutalım ki 3 dənə mötərizə olsa, misal üçün, əgər burada açacaqsınız bir mötərizə, o məsəl üçün yaşıl rəngdə, bağlanan da yaşıl rəngdə olacaq. Yəni bu belə eləyər ki sizə rahat olsun. Mötərizələrdə burada çalışmaq çox asandır. Və enter düyməsini basırsınız. Və görürsünüz nəticə gəldi 24 min. İndi tutalım ki sizə lazımdır bu sahədən yox, yəni bu sahədən nəyisə seçəsiniz. Deyək ki ikinci sahədən birinci sətri seçilərək Rusiyanın paytaxtı Moskva şəhərində olan turistlərin sayı. Bu necə dəyişmək olar? Burada bizdə üçüncü sahə düzdür. Burada eləyirik ikinci sahə. Artıq görürsünüz sistem göstərir ki burada. Sütun 3 qalır çünki burada da 3'dür. Və burada sətrin sayını dəyişirsiniz. 4 yox, bizdə 1'dir. 1. Və görürsünüz, nəticə 200 min gəlir bura. Gələn dərslərdə mən sizə göstərəcəyim ki, bu əməliyyatı necə avtomatik eləmək olar. Yəni, ölkəni dəyişən kimi avtomatik turistlərin sayını dəyişsin. Düzdür, misal biraz başqa cür olacaq. Yəni, bu misal olmayacaq. Amma bu tipdə misal olacaq. Həmin misalı siz görəcəksiniz ki, necə avtomatik məlumatı dəyişmək olur. Bununla bugünkü dərsimiz başa çatır. Bugünə bu qədər. Təşəkkürlər.